Prezident İlham Əliyev yanvarın 13-də Tərtər Elektromexanika Zavodunun yenidən qurmadan sonra açılışında iştirak edib. Dövlətimizin başçısı əvvəlcə Ulu Öndər Heydər Əliyevin zavodun həyətində ucaldılmış büstü önünə gül dəstəsi qoydu. Müdafiə Sənayesi naziri Vüqar Mustafayev dövlətimizin başçısına müəssisədə yaradılmış şərait barədə məlumat verdi. Bildirildi ki, zavod 1976-cı ildə Lianozova Elektromexanika Zavodunun Tərtər filialı olaraq yaradılıb. 1977-ci ilin aprelində fəaliyyətə başlayan zavodda elektromexanika sənayesi məhsulları və xüsusi təyinatlı məhsullar istehsal edilib. İlk illərdə burada mühərrikli qayıqlar üçün taxometr, spidometr məhsulları hazırlanıb. Zavodun əsasını qoymuş ümummilli lider Heydər Əliyev 1978-ci ildə onun rəsmi açılış mərasimində iştirak edib. Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı sərəncama əsasən Müdafiə Sənayesi Nazirliyi yaradılıb və Tərtər Elektromexanika Zavodu Nazirliyin tabeliyinə verilib. Müxtəlif növ hərbi təyinatlı məhsullar istehsal ediləcək müəssisədə bir sıra qabaqcıl dövlətlərdən alınmış müasir yüksək dəqiqlikli texnoloji avadanlıqlar quraşdırılıb. Texnoloji xəttlərin layihələndirilməsi, istehsal axınlarının qurulması və seriyalı istehsala uyğunlaşma Azərsilah Müdafiə Sənayesi Holdinqi Qapalı Səhmdar Cəmiyyətinin yerli mütəxəssisləri tərəfindən icra edilib. Hazırda istehsal proseslərinin milli hərbi texniki normalara, beynəlxalq keyfiyyət standartlarına uyğunlaşdırılması həyata keçirilir. Bu məqsədlə keyfiyyətə nəzarət laboratoriyası yaradılıb. Zavodun ərazisində geniş miqyaslı tikinti və yenidən qurma işləri həyata keçirilib, yeni istehsalat binaları və sahələri, həmçinin köməkçi binalar istifadəyə verilib. Mövcud tikililərdə yenidən qurma işləri aparılıb, texnoloji prosesin tələblərinə uyğun olaraq ballistik və resurs sınaqları üçün xüsusi poligonlar yaradılıb. Qeyd edək ki, Azərbaycan Prezidenti müdafiə sənayesinin inkişafına xüsusi diqqət yetirir. Bu sahədə yerli şirkətlər qurulur, xarici tərəfdaşlarla əlaqələr genişləndirilir, ən müasir çağırışlara cavab verən texnologiyaların tətbiqi ilə istehsalın həcmi artırılır.
Ötən il ölkəmiz 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal edib ki, bunların bir hissəsi Azərbaycan Silahlı Qüvvələrinin arsenalına, bir hissəsi isə ixraca yönəldilib. Hazırda Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir.